həkimə müraciət etmək lazımdır da, çöpçüyə yox. Bəli, Çünki eynən. hərarət qalxan zaman əsasən deyirlər ki, məsələn, çöpü qalıb deyə qızdırması var uşağın və qızdırması düşmür. İlla bu çöpçüyə getməlidir. Bəli, çöpçü sözü hardan gəlir ümumiyyətlə? Bu var. Yəni öncədən insanlar arasında belə bir deyim var. Çöp bizim elmi dildə yad cisim deməkdir. Yad cisim qalırmı uşaqların burnunda və yaxud qırtla bir udlağında, bəli, qala bilir. Bu qalırsa, bunu çöpçü deyil, qulaq, burun, boğaz həkimi xaric etməlidir. Uşaqların, bəzi uşaqlarda, məsələn, armuda bənzər ciblər deyirik. Bu armuda bənzər ciblərdə gəlib o yad cisimlər qala bilirlər və bunu çıxardıqda o hər dəfə ora dola bilir xüsusi bir yemək qalıqları və bu uşağa narahatçılıq verə bilir, bəli. Bəzən qızdırma belə verə bilir, burun tıxanıqlığı verə bilir. Bu hallar ola bilir. Amma bu zaman çöpçüyə müraciət zamanı düzgün texnika riayət eləmirsə, əksinə daha ağırlaşmış formalara və ya cismin tənəffüs orqanlarının ötürülməyinə səbəb ola bilər. Ona görə belə bir hal varsa, uşaqda əgər burun tıxanıqlığı ya cisim şübhəsi, belə bir şeylər varsa, lor həkiminə müraciət etmək lazımdır.